Təkcə Azərbaycan və Özbəkistan deyil, bütün dünyada dezinformasiya, fake news, deepfake məlumatlar çoxdur və bilirsiniz ki, artıq uzun illərdir ki, Azərbaycanda media savadlılığı həftəsi keçirilir və artıq bu həftəlik Özbəkistanda da keçirilir. Bu o deməkdir ki, biz sosial şəbəkələrdə, sosial mediada gördüyümüz hər xəbərə inanmalı deyilik. Çünki bu dəqiqə süni intellekt, iskustvo intellekt vasitəsilə bütün məlumatları təhrif etmək asandır. İstənilən bir video hazırlamaq olar insan haqqında, insanı nüfuzdan salmaq olar. O baxımdan da bax, medianın, peşəkar jurnalistlərin üzərinə düşən ən böyük məsuliyyət, ən böyük yük odur ki, həqiqəti üzə çıxartsınlar və sosial şəbəkədə yayınlanan hər xəbəri, hər məlumatı yayınlamasınlar. Bu baxımdan məsələn, yox jurnalistlər əslində bu məsələlərdə təlimlərə cəlb olunurlar və dezinformasiyaya qarşı mübarizə gücləndirilməlidir. Çünki dediyim kimi, bu dəqiqə təbii ki, xarici qüvvələr var, Azərbaycanı sevməyənlər var, Özbəkistanı sevməyənlər var. Onlar da, belə deyim, informasiya cəhətindən saxta, yalan xəbərlər hazırlayırlar. Biz çalışmalıyıq ki, Özbəkistan jurnalistləri, Azərbaycan jurnalistləri bu məsələdə bir olsunlar və bu cür dezinformasiyalara qarşı mübarizə aparsınlar, bu cür fake newslara qarşı mübarizə aparsınlar. Bu çox önəmlidir. Çünki dediyim kimi, bugün məsələn biz elə Özbəkistan jurnalistlər uyuşması ilə də ona görə belə əməkdaşlığımız günü-gündən daha da inkişaf edir ki, həm Azərbaycanlı yoş jurnalistlər Özbəkistan təcrübəsinə yiyələnsinlər, gəlsinlər, burada görsünlər. Eyni zamanda da Özbəkistanlı bizim gənc, yoş həmkarlarımız Azərbaycana, Bakıya gəlsinlər, oradakı fəaliyyətlə yaxından tanış olsunlar. Bu baxımdan da bax, bizim belə ortaq layihələrimiz var və elə Özbəkistan Jurnalistlər Uyuşmasının yeni sədri, mənim dəyərli dostum Şükrat Arif bu istiqamətdə çox böyük işlər aparır. O da hər zaman, bax, mən Azərbaycanda olanda, biz əlaqə saxlayanda bildirir ki, məsələn, hansı layihə eləyək, nə edək ki, məsələn, bax, bu yoşlar, elə təcrübəli jurnalistlər də bu məsələlərə cəlb olunsunlar. Bu çox sevindirici bir haldır ki, Özbəkistanda bu dəqiqə hər sahədə inkişaf gedir. Hər sahədə, belə deyim, təkcə media deyil, elə idmanda, diplomatiyada, iqtisadiyyatda, siyasətdə, hər yerdə Özbəkistan inkişaf edir. Bu bizi çox sevindirir. Bir dost, qardaş olaraq insan dostunun, qardaşının sevincini bölüşməlidir. Bu baxımdan da bax, biz buna çox sevinirik və həqiqətən də düşünürəm ki, bundan sonraki mərhələdə inşallah biz elə Özbəkistan Jurnalistlər Uyuşması ilə birlikdə bu kimi proyektlərimizi davam etdirəcəyik və dezinformasiyaya qarşı mübarizə, süni intellektin verdiyi imkanlar, eyni zamanda bax, təhdidlər, qlobal təhdidlər var ölkələrimizə qarşı. Düşünürəm ki, vətənpərvər, dövlətçi jurnalistlər bax, bu qlobal təhdidlərin qarşısını ala biləcəklər.